Salam, hörmətli müdavimlər, dəyərli müəllimlər. Bu videoda texnologiya aid olan sınaq nizamına baxacağıq. Qeyd edim ki, ixtisasınız texnologiya olmasa belə fərqi yoxdur. Bütün sınağın izah videolarına baxarsınız ki, məqsəd burada nədir? Bilik, taksonomiya, təfəkkür, inteqrasiya və eyni zamanda da dərin bilik səviyyəsinə aid olan sualları düzgün şəkildə cavablandırmaqdır. Şərtləri bir yerdə təhlil edib variantı bir yerdə tapmaqdır. Ona görə yəni fərqi yoxdur. İxtisasınız texnologiya oldu, tarix müəllimliyi oldu, heç bir fərqi yoxdur. Məsləhətim olar ki, bütün fənlərin sınaq izahlarına baxasınız ki, sizlər üçün öyrədici olsun. Gəlin başlayaq birinci sualdan bir yerdə gəlin təhlil edək. Təsəvvür et ki, sən 16 yaşlı bir şagird kimi ailə üzvlərinə maddi dəstək olmaq istəyirsən. Öz şəxsi vaxtından istifadə edərək gəlir gətirən kiçik bir fəaliyyətə başlamağı planlayırsan. Məsələn, əl işi, bilərziklər düzəldirsən. Valideynlərin isə belə bir sahibkarlıq fəaliyyətinin dərslərinə mane olacağını düşünür. Səncə belə bir fəaliyyət ailə büdcəsinə həqiqətən də fayda verər, yoxsa ailə və təhsil həyatına zərər yetirər? İndi mən şagirdə sual verirəm də, yəni şagirdin fikrini, şagirdin mövqeyini soruşuram ki, səncə belə bir fəaliyyət ailə büdcəsinə həqiqətən fayda verəcək, yoxsa təhsilinə zərər yetirəcək? Mənim yəni şəxsi bir şagirdim biri müəllim mənə sual verir. Mən öz fikrimi, öz mövqeyimi bildirirəm, öz fikirlərimi əsaslandırıramsa, öz mövqeyimi ortaya qoyuramsa, taksonomiyanın hansı mərhələsi idi dəyərli müdavimlərimiz? Bəli, mənim münasibətim, mənim fikrim, mənim mövqeyim soruşulur da. Bu dəyərləndirməkdir. Öz fikirlərimi əsaslandıram, öz mövqeyimi bildirirəmsə, bu da hansı təfəkkürdür? Tənqidi təfəkkür. Bəli, düzgün cavabımız oldu. Dəyərləndirmə mərhələsi tənqidi təfəkkür. Sualın şərtini dəqiq oxuyanda, sualın şərtini düzgün təhlil edib variantı avtomatik şəkildə tapmaq olur. Öz fikrimi, öz münasibətim, öz mövqeyimi ortaya qoyuramsa, bu dəyərləndirməkdir. Baxırıq ikinci suala. Şagird evdə lazımsız taxta parçalarından istifadə edərək quş yuvası hazırlayır. Yəni lazımsız da bu istifadə yararsız bir şeydir. Həmin yararsız bir şeydən mən quş yuvası hazırlayıram. Yəni lazımlı olan bir quş yuvası düzəldirəm. Lazımsız parçalardır. Mən onları birləşdirirəm, quş yuvası hazırlayıram. Bu taksonomiyanın və yaxud da təfəkkürü ilə tapa bilərsiniz, fərqi yoxdur. Hansı təfəkkür lazımdır? Lazımsız parçalar birləşdirirəm, bir yuva hazırlayıram. Bəli, hansı təfəkkürdür? Məntiq tənqid yoxsa yaradıcı? Təbii ki, bəli, yaradıcı təfəkkürdür. Yaradıcı təfəkkür yaratmaq mərhələsi olsaydı daha doğru olardı variantda. İndi variantda yaradıcı təfəkkür yaratmaq olmadığı üçün dəyərləndirmək tutaq ki, niyə götürə bilərik biz burada? Şagird bir növ lazımsız taxta parçalarından səmərəli şəkildə istifadə eləməlidir. Lazımsız parçalar birləşdirir, onun quş yuvası hazırlayır və yaxud da öz fikrini əsaslandırır ki, niyə bundan quş yuvası hazırlayır və yaxud da yox. Yəni bu biraz dəyərləndirmə mərhələsinə oxşuyur, amma daha dəqiq götürsək nə götürə bilərdik? Təbii ki, yaradıcı təfəkkür yaratmaq olsa daha məqsədə uyğun olar. Çünki bu tərəfi yaradıcılıqdırsa, bu tərəfdə də yaratmaqdır da, yəni lazımsız parçalar birləşdirir, yuva düzəldirsə, yaradıcı təfəkkür, yaratmaq mərhələsi olsa daha məqsədə uyğun olardı. İndi bizə variantda olmadığı üçün məntiqi götürmürsünüz, sistemli götürmürsünüz, analitik götürmürsünüz, məntiqi götürmürsünüz. Avtomatik götürəcəyik? Variantların içində ən uyğun olan hansıdır? B variantıdır. Yaradıcı yaratmaq olsa daha yaxşı olardı. Düzgün cavabımız oldu B variantı. Üçüncü suala baxırıq. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsi nəzəriyyəsinin genişləndirilmiş, dəyərli müdavimlərimiz genişləndirilmiş səviyyə neçənci səviyyədir? Bəli, 4-cü səviyyədir. İndi gəlin 4-cü səviyyədə olan bir fikir axtarmalıyıq. 4-cü səviyyə ən dərin səviyyədir. Burada model hazırlamaq, layihə hazırlamaq, kompleks şəkildə düşünmək, məlumatları birləşdirmək, sintez etmək, bir çox fənlər arasında əlaqə qurmaq və s. Yəni ən dərin səviyyə budur da, belə deyək. Gəlin variantları oxuyaq. Mən variantı oxuyuram, dəyərli müdavimlər. Siz tapırsınız ki, hansı variant neçənci səviyyə aiddir. İş yerinin təhlükəsizlik qaydalarının ikisini qeyd edin. Təhlükəsizlik qaydaları ikisinin adını deyin. Hansı təhlükəsizlik qaydalarımız var? Bu dəqiqdir, yaddaşa əsaslanır. Xatırlamalıyam ki, cavab verin. Bu birinci səviyyədir. Bəs B variantı neçənci səviyyə aiddir? Təhlükəsizlik qaydalarının pozulması mümkün nəticələrini açıqlayın. Nə qaydalar pozulanda hansı nəticələrlə qarşılaşırıq? Yəni bunu anlamalıyam ki, cavablandırım. Bu ikinci səviyyədir. Bizə neçə lazımdır? Bizə 4 lazımdır. Daha sonra C variantına baxaq. Müxtəlif materiallarla işləmək, məsələn, kağız, plastilin, parça işləmək üçün optimal iş mühiti modeli hazırlayın və müqayisəli təhlillər aparın. Baxın, dəyərli müdavimlərimiz, burada dərin təhlil işləri aparılır. Müxtəlif bir çox hissələri, bir çox məlumatları və s. birləşdirirəm, model hazırlayıram. Bu hansı səviyyədir? Bu ən dərin səviyyə, bu 4-cü səviyyədir.
müxtəlif məlumatlar birləşdirmək, müxtəlif materiallar birləşdirirəm, bir model hazırlayıram, layihə hazırlayıramsa, bu 4-cü səviyyədir. Bizdən elə 4-cü səviyyəni soruşurlar. Düzgün cavabımız oldu C variantı. Digər varianta baxaq. Eyni məlumatın kağız və kartondan hazırlanması arasındakı fərqi izah edin. Yəni bununla o birisi arasında, kartonla kağız arasındakı nə fərq var? Onu izah elə. İzah eləmək üçün nə lazımdır? Bacarıq və anlayış. Bunu dərs izah eləyəndə də öncəki sınaq izahlarında dəfələrlə qeyd eləmişik. Bu 2-ci səviyyədir. Digər varianta da baxaq. Məhsulun davamlılığını artırmaq üçün hansı dəyişiklik edəcəyinizi izah edin. Yəni öz fikirlərinizi izah edin deyirsə, bu bacarıq və anlayışlardır. Fikirləri əsaslandırın deyirsə, bu 3-cü səviyyəyə aiddir. Bizdən də yenə 4-ü soruşduqları üçün ona görə Y variantını da götürmürük. Düzgün cavabımız oldu C variantı. Baxırıq 4-cü suala. 4-cü sualda nə yazıb? Məişətdə istifadə olunan sadə texnoloji cihazı, məsələn, elektrikli blender seç, cihazın iş prinsipi və əsas hissələrini qısa şəkildə şərh et, onun təhlükəsizlik istifadəsi və gündəlik qulluq qaydalarını sadala. Baxın, dəyərli müdavimlərimiz, söhbət nədən gedir? Texnologiya fənninin hal-hazırda sınağını işləyirik. Baxın, cümlənin əvvəlində sadə texnoloji cihazlardan, elektrikli blenderdən söhbət gedir. Onun iş prinsipindən gedir. Tutaq ki, elektrikli blenderdə onun hissələrindən söhbət gedir. Yenə, yəni avadanlıqlardan, qurğulardan söhbət gedir də. Təhlükəsizlik qaydalarından söhbət gedir. Gündəlik qulluq qayda. Bu yenə texnologiya fənninin içindən danışıram. Başqa fənni gördük biz dəyərli müdavimlər burada. Görmədim axı. Ancaq texnologiya fənnindən danışdı. Cihazdan danışır, cihazın təhlükəsizliyi, cihazın hissələri hansılardır? Uzun sözün qısası cihazdan danışdı bu. Bu elə texnologiya fənninin içində var da cihazlar. Bu indi ixtisas texnologiya olan müəllimlər daha dəqiq biləcəklər. Bizim də ixtisasımız texnologiya olmadığı üçün sadəcə sualın şərtindən belə yola çıxır ki, texnoloji cihazdan danışdı, onun hissələrindən danışdı, təhlükəsizliyindən, yəni ancaq cihazdan getdi söhbət. Bir fənnin içindəyəm. Hələ çölə çıxmamışam fənnin içindən. Deməli bu hansı inteqrasiya dəyərli müdavimlərimiz? Hamısı texnologiya aid nümunə oldu. Bəli, bu fənn daxili inteqrasiyadır. Düz fənlərarası görmədim. Variantlar da çıxır hərəkətə. Fənn üstü nə var idi ki burada? Fənlərarası çıxdınız, bəs son variant avtomatik tapdınız ki, bu fənn daxili inteqrasiyaya aiddir. Baxırıq 5-ci suala. Dərin bilik səviyyəsinə görə bacarıq və anlayış. Dəyərli müdavimlərimiz, bacarıq və anlayış neçənci səviyyədir? Bəli, 2-ci səviyyədir. 2-ci səviyyədə olan fikir axtarmalıyıq. Gəlin bir yerdə variantları təhlil edək. Eyni funksiyalı məlumatı iki fərqli materialdan hazırlayıb nəticələri müqayisə edən layihə plan tərtib edindir. Burada həm müqayisə etmək var və sonda plan hazırlamaq. Plan hazırlamaq üçün dərin bilik səviyyəsi lazımdır da, yəni ən dərinə enmək lazımdır. Bacarıq və anlayışları sadəcə müqayisə eləmək, fərqləndirmək, öz sözlərini izah etmək. Daha orada layihə hazırlanmır. Ona görə bu lap dərin səviyyə aiddir. Bugün çıxdıq. Parça ilə plastilinin emal xüsusiyyətlərini müqayisə edin. Bax, bu sadə müqayisədir. Plastilini götür, bir də parçanı götür. Bunları bir-birinə müqayisə elədir. Sadə müqayisədir. Sadə müqayisə etmək, fərqləndirmək, öz sözlərimi izah edirəm sizin nədir bu? Bəli, bu elə 2-ci səviyyəyə aiddir dəyərli müdavimlərimiz. Düzgün cavabımız olacaq B variantı. Yəni digər variantları da təhlil edək. Müxtəlif texnoloji vasitələrin səmərəliliyini araşdıran təqdimat hazırlayın. Baxın, sualın şərti müxtəlif texnoloji vasitələrdən söhbət gedir. Bir çox məlumatları birləşdirmək, bir çox öyrəndiyimiz məlumatları hazırlayırıq, birləşdirir, təqdimat hazırlayır. Bu ən dərin səviyyə lazımdır bunun üçün. Yanlış icra olunmuş məişət işinin mümkün nəticələrini təhlil edin. Təhlil edin, fikirlərinizi əsaslandırın, analiz edirsə, bu strateji düşünmə olsa kifayətdir. Bizə nə lazımdır? Bizə 2-ci səviyyə lazımdır. 3-ə keçməmişik biz. Qrafik təsvirinin məhsulun hazırlanmasına rolunu əsaslandırın. Fikirləri əsaslandırmaq, təhlil ediriksə, bu da 3-cü səviyyədir. Bizə 2-ci səviyyə lazımdır. Biz hələ sadə səviyyədə idi. Bizə 2 lazımdır. O da düzgün cavabımız oldu. B variantı. Baxırıq. 6-cı suala deyirdim. 5 dənə sual idi burada. Deməli, bu da oldu texnologiya fənninə aid olan sınağın izahı. Ümid edirəm ki, hər birinin üçün faydalı izah oldu.